Əziz və hörmətli Meydan TV və digər müxalifətin SMİ-si, sosial media informasiya mənbələri, nə bilim SMİ necə deyilirsə, SMİ informasiya mənbələri, sosial mediada paylaşılan, paylaşım edən səhifələr, sosial media üzərindən paylaşım edənlər, sosial media internet səhifələri, internet TV-lər. Bilmirəm sizi kim maliyyələşdirir, amma maliyyələşdirən də bir ağılla maliyyələşdirsin, çünki siz çox ucuz variantlarla xalqa qaldırmağa çalışırsınız. Mənim kimi insanlara ucuz variantlar keçmir, cahil insanlara keçir. Siz də bundan istifadə edirsiniz. Çox əfsus da ki, cəhalət bizdə artır, savad dərəcəsindən asılı olmayaraq diplomlu cahillər çoxdur. Sizə deyim, təşəkkür edirəm Azərsel. Türklər demişkən mənə yanıt verdi, cavablandırdı. Tariflər yeniləndikdə tarifə uyğun olaraq 30 gün olur hər bir tarifin müddəti. 30 gün ərzində o tarifi yenilədikdən sonra nömrəniz aktiv qalacaq. Yəni sizdəki olan tarif qiymətinə əsasən o fakturasız nömrələrə aiddir. Buralara bir yana taq edəcəm. Meydan TV, gözlərinizi açın. 5-ci koloniyada olsanız, xaricdən sizi maliyyələşdirsələr də bu dövlət əleyhinə bir jurnalist etiketi var və savadlı dərəcədə bunu etmək olar. Hətta düşmənçiliyi, dövlətimizə qarşı düşmənçiliyi savadlı tərzdə edin. Heç olmasa bir araşdırın, söhbət nədir? Ondan sonra onu şişirdin. Və yazın ki, filan yerin rəsmi məlumatına istinadən, məsələn, Azərselin rəsmi məlumatına istinadən, ondan sonra özünüzün əks fikirlərini deyin və o cahilət dolu olan elə biləcək ki, siz müxalifət iqtidara gələndə bura Azərbaycan cənnət olacaq. Onları biraz ondan sonra hoflandırın. Əzizlərim, mən o müxalifətin iqtidar olan vaxtında yaşamışam. 90'larda, Qarabağın gedən vaxtlarında, müxalifətin iqtidar olan vaxtlarında, acılıq olan vaxtlarında, gəncliyim o vaxtlarda keçib. Allahın çörəyini biz növbə ilə alırdıq. Kimə çatdı, kimə çatmadı. Sanki 1941-45-ci il idi. O müxalifət ki, hansı ki indi iqtidar olmağa çalışır və indiki iqtidarı pisləyir. Demirəm, bizim iqtidarın da mənfi tərəfləri var. Yəni, o cahil insanlar cavandır, bilmir. Mən şəxsən siz cavan olan yaşınızda onu yaşamışam. O müxalifət iqtidar olanda indiki iqtidardan pis-pis gündəydi və cənnət məkan deyildi. Və inanın, o müxalifət iqtidara keçəndə cənnət məkan olmayacaq, bundan pis olacaq. Mən sizə deyirəm. Onu da bir yanda qoyaq, müxalifətə inanırsınız, demokratik ölkədədir, hər kəsin öz seçimi var. Meydan TV və digər müxalifətə çalışanlar öncə istinadən yazırsınız. Bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıb deyil. Siz də bilməyirsiniz, daha doğrusu bilirsiniz, bilmək istəmirsiniz və mən sizi öyrədirəm. Yazırsınız istinadən bu. Mən Azərselin yazdıqlarının hamısını hər yerdə qoyacağım. Ondan sonra öz mənfi fikirlərinizi insanlara yeridirsiniz. Amma yalan məlumat vermək Azərbaycan Respublikası Dövlət Qanunvericiliyi ilə məsuliyyətə cəlb olunur və cəzalandırılır. Məlumat verən və insanları ixtişaşa çağıran Meydan TV və digər ucuz variantlarla, bəlkə də ixtişaşa çağırır, bəlkə də ucuz variantlarla reyting qaldıranların nəzarətə götürülməsini prezidentimizdən, prokuraturadan, Daxili İşlər Nazirliyindən çox-çox xahiş edirəm. İcazə verməyin, izin verməyin ki, bu gözəl, sülh içində olan həyatımızı pisləşdirsinlər, daxili müharibələr yaratsınlar. 5-10 manata görə də sizlər özünüzü satıb ucuz varianta əl atmayın. Ola bilsin Azərsel qırım. Necə oldu? Mən bir abunəçi kimi yazdım, mənə cavab yazdı. Amma siz niyə onu tam başqa formada xalqa verirsiniz? Bax, bunu şəxsən mən bir vətəndaş kimi daxili düşmənçilik sayıram. İnşallah prezidentimiz və güc qurumlarımız bunu aydınlaşdırar. Mən paylaşıram ki, mənim özüm kimi maarifli, bilikli, yəni savad dərəcəsi ola bilsin 11-ci sinif qutarıb, ola bilsin 9-cu sinif qutarıb. Cəhalətdən uzaq olan izləyicilərim də bilsin və bilməyənlərə agah etsin. Və hörmətli
etiket xatirinə deyilən bir söz. Meydan TV və digər bu tip qeybət saytları, mən sizləri qeybət saytları adlandırıram. Buna da mənim haqqım var. Bu cür ucuz variantlarla, heç inana istinad etmədən, heç bir dəqiq məlumat əldə etmədən, xalqı ixtişaşa qaldırdığınız üçün, xalqı qıcıq yaratdığı üçün, əsəbləri ilə, sinirləri ilə oynatdıqları üçün, dövlətimizə qarşı qaldırdığınız üçün sizə ar olsun. Əgər biraz da arınız olsa, biraz vicdanınız olsa, utanarsınız. Yazın, mən demirəm. Amma yazın da, yazın ki, bax, budur. Azərselin istinadən budur, budur. Bunlar. Necə ki, mənə cavab vermər, onu skrin eləyin. Yazın. Onda deyim, hə, düzgün jurnalistsiz, əks halda qeybət saytlarsınız. Qeybət saytı kimi sizə ar olsun. Qeybət edən hər bir sayta şəhidlərin qanı haram. Şəxsən siz Meydan TV məni bir xalq kimi, bir vətəndaş kimi, bu xəbərlə bir abunəçi kimi hiddətləndirdiniz. Bir kasıb xalq kimi. Mənim elə bir qazanc yerim yoxdur. Mənim üçün 30 manat böyük puldur. Və mən o bəzi cahillərdən fərqli olaraq aydınlaşdırdım və təşəkkürümü Azərselə bildirdim. Sizəsə deyirəm ki, məni əsəbləşdirin. Mən əngəlli anasıyam. Mən o vaxtımı əngəlli övladıma edə bilərdim. Mənim əsəbim sakit olmalıdır. Məni əsəbləşdirdiniz. Bu və digər formada səhhətimə, əsəbimə təsir göstərdiyiniz üçün. Bu və ya o dünyada, hər iki dünyada haqqımı sizə və sizi belə yetişdirən, çünki hər bir insan öz ailəsinin güzgüsüdür. Hamımız biz saf doğuluruq, ailə tərbiyəsi alırıq. Onu da bizi valideynlərimiz, bizi böyüdən valideynlərimiz tərbiyə verir. Və sizi belə yetişdirən valideynlərinizə bu dünyada, o dünyada özümün və mənə görə bilavasitə zərər çəkən əngəlli övladımın haqqını halal etmirəm. Meydan TV, insanıq hamımız. Hər kəs adamdır, amma hər kəs insan deyil, mən insanım. Hər bir adam cəzanı başa düşmür, amma mükafatı başa düşür. Siz də həmçinin cəzanızı alacaqsınız Allahdan. Mən hər zaman deyirəm ki, hər kəsə Allah ürəyincə, əməlincə versin, sizlərə də ürəyincə, əməlincə versin. Haqqımı halal etmirəm, ilahi ədalət var, bu və ya digər formada var, bu dünyada elə insanı cəzalandırır, özündənmi, əzizindənmi, orasını bilmirəm, Allah bilir, göydəki bilir, qarışmıram. Mən həmişə deyirəm, təki dövlət cəzalandırsın, göydəki yoxsa, göydəkiyə tapşıranda pis olur. Bumerang var, bugün siz kimlərinsə əsəbi ilə oynayırsınız, sabah siz əsəbi ilə oynayacaqsınız və ədalətsizliyə uğrayacaqsınız, bu bir. Hə, qaldırıbsa, belə olanda, əlinizdə fakt olanda yazın, mən də sizindən razıyım, mən hətta sizin tərəfinizdə olaram, amma əks halda haqqımı sizə halal etmirəm. Çünki əsəbimlə oynadınız, vaxtımı aldınız. Nə vaxtımı, nə əsəbimlə oynama, nə sizə, bu xəbəri paylaşanlara, onların rəhbərlərinin özlərinə və onları tərbiyə edən valideynlərinə, bu dünyada da, o bu dünyada haqqımı halal etmirəm, bu insani tərəfidir. Bumerang var və karma var və karma 7 nəsil günahsızı tutur. Bunu da unutmayın. Bumerang və karmanı, bir də ilahi ədaləti kimsə dəyişməyib. Belə də bir yola çataq, yaşayaq. Əgər siz deyən həqiqət olarsa və siz Meydan TV istinadən yazıb faktı göstərərsinizsə, sizin tərəfinizdə olaram. Hələ ki, mən haqqın tərəfindəyəm və Azərsel mənə nə cavab verib, onun tərəfindəyəm və məni əsəbləşdirdiyi üçün bir daha deyirəm, Meydan TV və əməkdaşları rəhbərliyi başda olmaqla haqqımı halal etmirəm, məni əsəbləşdirdiniz və vaxtımı aldığınız üçün bu dünyada da, o biri dünyada da sizə və sizi belə böyüdən ailələrinizə. Amma sizi sevirəm. Yaxşı ki varsınız. Bilirsiniz niyə sizi sevirəm, yaxşı ki varsınız. Şükürlər olsun. Əlhəmdülillah. Mən sizlərdən deyiləm. Mən haqqın tərəfindəyəm.